Torpaqlar uğrunda canını verdin. Her zaman bu vətəni sən öndə bildin. Torpaqlar uğrunda canını verdin. Her zaman bu vətəni sən öndə bildin. Şəhidlik məqamın ən üstün seçdin. Etdin sən özünü şəhid aylar. Bugün siz şəhid Samir Əliyevin ocağında qonaqsınız. Bir media işçisi olaraq gəlmişsiniz Samirin həyatını işıqlandırmağa, Samir haqqında məlumatlar öyrənməyə gəlmişsiniz. Çox gözəl, sağ olun, var olun ki, şəhidləri unutmuşsunuz, şəhidləri yada salırsınız, şəhidlər haqqında verilişlər, reportajlar hazırlayırsınız. Bu çox gözəldir. Mən Samir Əliyevin nənəsiyəm. Samir 1999-cu il avqustun 9-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi Xətayrən 55 nömrəli orta məktəb, tam orta məktəbində başa vurmuş, orada oxumuş və orta məktəbi orada bitirmişdi və Heydər Əliyev adına Ali Hərb Akademiya yüksək balla daxil olmuşdur. Samir vətəni sevən, vətəninə sadiq, bayrağın öz canından artıq sevən bir oğul olub. Müharibə başladı. Mənim balam zabit kimi müharibəyə qoşuldu. Samir tağım komandiri idi. O öz əskərlərini öz canından çox istəyirdi. Samir mühüm bir hərbi tapşırığı yerinə yetirərkən şəhid olubdur. Tapşırıq alıb Talışkəndə gələn yol qorunmalı, Talışkəndlə Suqovuşan arasında post qorunmalı və Talışkəndə erməni daxil ola bilməməlidir. Samir canını vermiş, canını qurban etmiş, lakin tapşırığı yerinə yetirmişdir. O, düşmənin tank və tankını və xüsusi təyinatlarını məcbur geri çəkilməyə məcbur etmişdir. Məcbur. 4 əskəri ilə onun qarşısına almışdı. Talışkəndə əskər imkan verməmişdi ki, ermənilər Talışkəndə daxil olsun. Canını vermişdi, lakin torpağı, postu verməmişdi. Samir həmən döyüşdə 100-150 nəfər şəxsi heyəti xilas etmişdi. Özü yaralı ola, yaralı dostlarını vəziyyətdən çıxartmışdı. Samirin döyüş yolu da ömrü kimi qısa oldu. 21 yaşlı zabit 3 gün ərzində döyüşdə olmuş və 3 gün ərzində Samir Əliyev Rəşadət ordu ilə təltif olunmuşdur. Samir əsl Azərbaycan zabiti olaraq döyüşə atılmış və döyüşdən qalib çıxmışdı. Bizim ölkəmiz qaliblər ölkəsidir. Bizim ölkəmiz heç vaxt məğlub olmayıb, məğlub ola da bilməz. Nə qədər ki Samirlər var, nə qədər ki Polad Həşimovlar, mübarizlər var, bizim balalarımız heç vaxt təslim olmayacaq. Ölkəmiz həmişə qalib olub, yenə də qalib olacaq. 44 gün müharibə ərzində bizim balalarımız sübut etdi ki, bəli, biz Azərbaycanın şanlı əskərləriyik. Biz Azərbaycanın əsl igid qəhrəmanlarıyıq. Bizim balalarımız öz adlarını Azərbaycan salnaməsində qızıl hərflərlə qeyd etdilər. Azərbaycana zəfəri, Azərbaycana qələbəni, Azərbaycanın xalqının başının dik tutmasını bizim balalarımız etdilər. Onlar canları fəda etdilər, torpaq uğrunda, vətən uğrunda. Onlar ölməmişdən qabaq öz qisaslarını, qız gəlinlərimizin qisaslarını aldılar.
Bizim balalarımız Azərbaycanın ən yeni tarixini yazdılar. Biz balalarımıza fəxr edirik. Biz elə-belə balalar böyütmədik. Biz cəsur, mərd, qeyrətli oğullar böyütdük. Samirin artıq 2 ildir ki, balalarımız şəhid olub. Bu 2 il müddətində mən dövlətimizdən razıyam. Dövlətimizin hər an, hər dəqiqə qayğısı, nəzarəti biz şəhid ailələrinin üstündədir. Bizim prezidentimizin çağırışına bizim balalarımız canla, başla səs verdilər. Onlar canı verdilər, amma torpağı vermədilər. Onlar igid oğullardır, onlar qəhrəman balalardır. Generalından tutmuş əskərinə qədər bizim balalarımız hamısı qəhrəmandır. Əgər vətəni qoruyan oğul cəbhədə düşmənlə üz-üzə gəlib, kəlmə-i şəhadətini deyib döyüşə girən oğul qəhrəmandır. Onlar hamısı ölümün gözünə dik baxdılar. Onlar heç birisi qorxmadılar. Və məhz bunun nəticəsində də torpaqlarımız alındı. Gün o gün olacaq, Allahın köməyi ilə bizim bayrağımız Xankəngdə asılacaq. Həmən gün çox yaxındadır. Allahın köməyi ilə həmən günü də görəcəyik. Onda bizim balalarımızın, şəhidlərimizin ruhu daha da sevinəcəklər. Mənim Samirim Xətai 55 nömrəli orta məktəbini bitirib və məktəbin yeganə şəhididir. Artıq 2 ildir ki, Nazirlər Kabineti uşaqlarımızın adını əbədiləşdirməsini ləngidirlər. Cənab Nazir, məgər bu qədər bəs deyil? 2 ildir, düz 2 ildir biz uşaqlarımızın adının əbədiləşdirilməsini gözləyirik. Mənim Samirim 55 nömrəli orta məktəbin yeganə şəhididir. Cənab Nazir, artıq dərəcə sizdən xahiş edirəm. İncitməyin biz şəhid anaların. Onsuz da bizim yaramız dərindir. Onlar bu adı öz qanları ilə, canları ilə qazanıb. Onlara bu adı heç kəs verməyib. Özləri qazanıblar. Siz də bunu nəzərə alaraq verin bu adları, əbədiləşdirin balalarımızın adlarını. Biz də rahat olaq. Ömür çox qısadır, dedikcə çox qısadır. Verin Samirlərin, verin şəhid balaların adını. Biz valideynlər də rahat olaq. Çox narahatıq. Buna görə, bu adların əbədiləşdirilməsi məsələsinə görə həddən artıq narahatıq. Bunlar canın veriblər. Bunlar Azərbaycan torpağın sərvətini qoruyublar. Bunlar Azərbaycan torpağı düşmənin işğalından, əsarətinə xilas ediblər. Bunlar qəhrəmanlardır. Qəhrəmanların adını gecikdirməyin. Verin balalarımızın adını. Verin balalarımızın adını, biz valideynlər də rahat olaq. Etdin sən özünü şəhid ay qardaş. Salam, bugün biz şəhidimiz Samir Əliyevin ailəsini ziyarət etməyə gəlmişik. Əliyev Samir Əliheydəroğlu 1999-cu ilin avqustun 9-da Suraxanı rayonunun Sıx qəsəbəsində anadan olmuşdur. Samir Əliyev 2020-ci ildə başlayan müharibədə iştirak etmişdir. Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli Rəşadət ordeni, Suqovuşanın azad olunması və vətən uğrunda medalları ilə təltif edilmişdir. Biz uşaqlar istəyirik ki, Samir Əliyevin təhsil aldığı məktəbə onun adı verilsin. Mən də Samir Əliyevin oxuduğu məktəbdə təhsil alıram. Bu mənim ilk və yeganə arzumdur. Biz də hərbiçi ailəsindənik. Mənim dayım Baxşıyev Yusif Vasifoğlu 1999-cu ilin yanvarın 14-də Salyan şəhərində anadan olmuşdur. Mənim dayım da 2020-ci ildə başlayan müharibədə iştirak etmişdir. Xocavəndin azad olunması və vətən uğrunda medalları ilə təltif edilmişdir. Oktyabrın 24-ü 2022-ci ildə vəfat etmişdir. Allah mənim dayıma və cəmi şəhidlərimizə rəhmət eləsin. Torpaqlar uğrunda canını verdin,
Her zaman bu vətəni sən öndə bildin. Torpaqlar uğrunda canını verdin. Her zaman bu vətəni sən öndə bildin. Şəhidlik məqamın ən üstün seçdin. Etdin sən özünü şəhid ay qardaş. Şəhidlik məqamın ən üstün seçdin. Etdin sən özünü şəhid ay qardaş. Qəhrəman Samirim, igid Samirim, sən oldun bizlərə doğma Samirim. Qoymusan bizləri ağlar Samirim. Axdı gözlərimizin yaşı Samirim. Qəhrəman Samirim, igid Samirim, sən oldun bizlərə doğma Samirim. Qoymusan bizləri ağlar Samirim. Axdı gözlərimizin yaşı Samirim. Dilinin əzbər oldun hamının, biz qoyub getmisən aramızdan sən. Samir Əliyev bizim məktəbə, yəni 55 ildə tam məktəbə 2005-ci ildə daxil olmuşdur. Mən 5-ci sinifdən onun sinif rəhbəri olmuşam. Oxuduğum müddətdə Samir öz vətənpərvərliyi ilə, öz ləyaqətli olmağı ilə, qayğıkeş olmağı ilə həmişə uşaqlardan fərqlənir. Məhz bugün ona görə 27 sentyabr 2020-ci il tarixində olan 2-ci Qarabağ müharibəsində o öz qəhrəmanlığı ilə gözünü qırpmadan mənfur ermənilərin torpağı altında olan torpaqlarımızı azad olunması uğrunda canından qürurla keçmişdir. Samir haqqında çox söz demək olar, nə desək onun haqqında azdır. Samir uşaqlığından həmişə vətənpərvər olmağı ilə, torpaqları sevməyi ilə fərqlənir. Hətta məktəb vaxtından o hərbiyə olan marağını müəllimlər çox yaxından hiss edirdi. Mən məktəb adından, kollektivim adından, həm öz adından, əvəz olunmaz prezidentimiz İlham Əliyevdən və onun xanımından bu məsələ ilə əlaqədar olan bütün qurumlardan xahiş edirdim məktəbimizin adı Samir Əliyevin adını daşısın. Çünki Samir Əliyev bu bizim üçün həm təsəlli olardı, həm o buna layiqdir, məktəbimizin yeganə şəhididir və bizim məktəbdə oxuyan şagirdlərimizə bir örnəkdir. Əvvəlcədən təşəkkür edirəm. Samir Əliyevin ibtidai sinif məzunu olmuşam. Samir balaca boy, qarayağınız, cılız bir oğlan idi. Amma çox sakit təbiətli idi. Amma dərslərindən həmişə əla qiymətlər alardı. Heç təsəvvürünə də gətirməzdim ki, bu balaca, cılız oğlan gələcəkdə belə bir qəhrəmanlıq göstərəcək. Bugün biz Samirlə fəxr edirik. Bütün məktəb adından, kollektivimiz adından, mən Ali Baş Komandanımız İlham Əliyevdən və birinci vitse-prezidentimiz İlham xanım Əliyevadan xahiş edərdim ki, məktəbimizdə Samir Əliyevin adını bilsin. Və bununla da həm Samirə ruhu şad olardı, həm də valideynləri bununla təsəlli qalırdı. Qoymusan bizləri ağlar Samirim. Axdı gözlərimizin yaşı Samirim. Torpaqlar uğrunda canını verdin. Her zaman bu
vətəni sən öndə bildin. Torpaqlar uğrunda Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Çünki onun vətən uğrunda canını fəda etmiş şəhidləri var. Belə şəhidlərdən biri də məktəbimizin məzunu olan Samir Əliyevdir. Samir Əliyev və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında fəal iştirak etmiş, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. O, özü yaralı olmasına baxmayaraq digər yaralı müharibə yoldaşlarını təhlükəli ərazidən xilas etmişdir. O, 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Ölümdən sonra